Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi Zəfərin uşaqları ilə oxu marafonu Şimal bölgəsi məktəblərinin mütaliə yarışı layihəsinin sayca ikinci görüşü müəllimlərlə keçirilib. Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumi təhsil məktəbində baş tutan təlimdə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin idarə heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçiləri, Quba Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı, eləcə də marafonda iştirak edən məktəblərin kitabxana müdirləri və müəllimləri iştirak edib. Layihənin təlimçiləri və ekspertləri seçilmiş məktəblərin müəllim və kitabxanaçılarına layihənin məqsəd və fəaliyyət planı barədə geniş bilgi verib. Onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub anlama mövzusunda ümumilikdə 6 saatlıq təlim təşkil olunub. Layihənin məqsədi Azərbaycan ədəbiyyatının təbliği, Azərbaycan dilinin tanınması, Azərbaycan dilinin daha geniş auditoriyada Azərbaycan dilli əsərlərin oxunmasını təmin etməkdir, həm də oxu mədəniyyətini formalaşdırmaqdır. Və burada məqsəd təqribən hər məktəbə hər kitabdan 50 ədəd hədiyyə olunub və uşaqlarımız bu 4 ay müddətində bu kitabları oxuyacaqlar. Sonra kitablar əsasında bir bilik yarışı keçiriləcək, yəni bədii əsərlərdir. Həmin bilik yarışı əsasında uşaqlarımıza birinci yerə 1500, 1500 300 manatlıq mükafat təqdim olunacaq və layihənin mükafatlandırılması son yekun mərhələsi 24, 25, 26 oktyabr tarixlərində Qubada keçiriləcək böyük bir kitab sərgisindən yekunlaşacaq ki, burada da 30-dan çox nəşriyyat, 100-ə yaxın yazısı, şairimizin iştirakı ilə imza mərasimləri, intellektual söhbətlər və s. tədbirlər həyata keçiriləcək. Düşünürəm ki, həm regionumuz üçün, həm də ölkəmiz üçün faydalı olacaq. Layihənin təlimçiləri və ekspertləri müxtəlif mövzularda seminarlar veriblər. Sonda verilən seminarların nəticəsi müəllimlərlə müzakirə edilib və layihə ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb. Layihə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı, Quba Xaçmaz Regional Təhsil İdarəsi, Qafqaz TV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Müsiyyət Azərbaycan və Quba İş Adamları Birliyinin tərəfdaşlığı. 525-ci qəzet Ədəbiyyat və İncəsənət azın isə informasiya dəstəyi ilə həyata keçirilir. Bu cür layihələrin keçirilməsi olduqca əhəmiyyətlidir. Biz düşünürük ki, bu müsabiqə, bu layihələr öz müsbət nəticəsini tezliklə verəcək, çox faydalı olacaq. Region gənclərinin inkişafı baxımından, eyni zamanda vətənpərvər gəncliyin öz dəyərlərinə sahib çıxmağı bacaran, vətəninə sadiq, vətənini qorumağa daim qadir olan gəncliyin yetişdirilməsi baxımından bu cür layihələrin keçirilməsi olduqca əhəmiyyətlidir. Qeyd edək ki, layihənin sonraki mərhələsində marafona qoşulan 6 məktəbdən 300 şagirdlə görüşün keçirilməsi nəzərdə tutulub. Çingiz Qədimli Elçin, Şuşalı, Qafqaz TV üçün.